Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiberüsulla oğurlanıb. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayıb. Nazirlik kiberoğurluq halları ilə bağlı vətəndaşları yenidən xəbərdarlıq edib. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq OTP şifrələrini heç bir halda digər şəxslərə, o cümlədən özünü bank və ya dövlət qurum əməkdaşı kimi təqdim edən şəxslərə paylaşmaq olmaz.